Ümid edirəm yaxşı olar. Zəncəfil suyunun lifli hissəsini dəyərləndiririk. Kek hazırlayacağım. Başlayaq. 2 ədəd yumurta, yarım stəkan duru yağ, yarım stəkan şəkər tozu. Krem formasına gələnə qədər mikserləyirik. Yarım stəkan süt və qalmış meyvə qalığı. Qarışdıraq. Yarım paket kəsmik əlavə edirəm. 2 stəkan un, 1 paket vanil, 1 paket də qabartma tozunu ələyirəm. Spatula ilə altını üstünə gətirərək yavaş-yavaş qarışdırıram. İçini yağladığım və unladığım belə bir qəlib var. Hazırladığımız içliyi tökürük bunun içinə. Ümid edirəm yaxşı olar. Sobada 160 dərəcədə 30-35 dəqiqə bişirəcəm. Hazırdır və belə görünür. Qabdan çıxarırıq. İçi belə görünür. Dadına baxırıq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.